Hörmətli izləyicilərim, mən belə bir şey görməmişəm. Baxmayaraq ki, çox evlər təqdim edib, sizə də göstərmişəm. Bu çox maraqlı bir layihədir. Adam özünü Dubayda hiss edir. Boha tərzində bir bağ evi, əsr bir bağ evi, torpağın qoxusunu belə alırsan. Burada dizayner hər şeyi əvvəldən düşünülü plan üzrə bu bağın tikilməsində öz töhfəsini verib, sözsüz ki, pulu ilə. Bu villada hər şey düşünülüb. Günəşin çıxışı, batışı, hava iqlimi, yəni skvaznoy məsələlər, çox detallar var. Yormaq istəmirəm sizi bu xırda nəzəriyyələrlə. Mən sizə zahiri görünüşünü göstərdim villanın. Belə bir bağ evi inandım siz görməmisiniz. Söhbət burada mahiyyət, qiymət yox. Burada ideyadan, şuur altında yatan o incə ruhdan gedir. Mən sizə giriş hissəsini təqdim edeyim və onu da sizə deyim ki, bura Mərdəkan qəsəbəsidir. Mərdəkanın ən prestijli ərazisində eksklüziv bağ evi təqdim edirəm sizə. 7 sotda bu bağ ümumi sahəsi var. Bağın sahibi, hörmətli izləyici, IQ məsələsində bir 50 il keçib də qabağa da. Yəni, bir yağdan danışır mənlə, deyirəm, ay qardaş, sən bu Avropalarda nə qədər olmuşsan ki, hər şeyi oradan götürmüşsən. Girən kimi maşını saxladın, bu qazonla, yəni otla, daş hissə ilə gəlirsən və gəldik, çatdıq. Özü demişkən, qardaş, nədir bura? Məstərgah. Bura nə işə yarayır? Bura istirahət zonasıdır. Nə kimi düşünmüşdün buranı eləyəndə, yəni? Mangal. Aha. Bizim milli peraşki. Aha. Samavar. Burada əyləşirsən, oturursan və orada Ramazan ayında adını çəkməyək, bəlli məsələ, içkilər filan. Tamam, bu nədir bəs belə, bu şəlalə? Bu eksotik fontan. Sakitləşdirici. Eksotik fontan. Hələ burada dəyərli izləyicilər, eksotik qamış da var. Mən başqa bir şey başa düşmüşüm birinci adına görə. Və yox, ondan da bu eksotik qamışdır. Sizə yaxınlaşa o qamışı da görsədim. Bir dənə baxın tərzə. Hələ birini qoyub birinə gedirəm. Bu 3 dənə ağac var burada. Deməli, zeytun ağacıdır. Biri atadır, biri anadır, biri də onun övladıdır. Neçə yaşları var zeytunların? Avropa zeytunlarıdır. 67 yaş, 42 yaş, 21 yaş. Ümumi dəyəri neçəyə gətirmişsiniz? 40 min manat. 40 bin manat 3 dənə zeytun ağacına pul veriblər. Bura hovuz zonasıdır. Orada uşaqlar üçün nəzərdə tutulub, bura isə böyüklər üçün neçədir ümumi Razmer? 8-in 4-ə. 8-in 4-ə. Gözəl. Gəldik, çatdıq, dəyərli izləyicilər. Bura artıq bilirsiniz, istirahət güşəsidir. Yəni, elə özü demişkən, elə buranı dizayn ediblər ki, əzizləyicilər, nə idi bura? Özün desən yaxşı olar. Həm bisetkadır, Bəli. həm də evin, bunlar da açılır çadır kimi. Kadrda görsələr, operator bunu görsələr, bura açılır və olur bisetka. Və burada çox maraqlı bir şey var, dəyərli izləyicilər. Qamış da yaxın ilişmişdir. Burada Turetski bir dənə mangal var. Adı neydi? Ottoman mangal. Ottoman firmasının bir mangalıdır. Fərqli bir mangaldır. Osmanlı filan daşlarından gəlir. Burada çox maraqlı, kreativ bir dənə də bir şey var. Üzr istəyirəm əvvəldən hamımızdan. Belə bir ayaqüstü uyuntazla düşünülüb qoyulub. Sonra duşavoyu da var orada. Yəni gördüyünüz kimi digərlərindən çox fərqlənən bir bağ evi təqdim edirəm. Burada da görürsünüz də bu açılır. Burada kofe falan, axşam işıqlandırması, neçədir işıqlandırması dedir? 3000 Kelvin. 3000 Kelvin işıqlandırması var. Yəni gündüz bir fərqli, axşam bir fərqli olur. Hardan girək otağa? Oradan mı girək? Getdik. Palmaların görünüşünə baxın, hörmətli izləyicilər. Deməli, palma qonşun həyətində olsa da, amma yaraşığı bu həyətə verir. Çünki buradan baxanda daha maraqlı görsənir. Həm də onun əkilməyi, biçilməyi, suvarması qonşunun payına düşür. Gözəlliyi isə bu ev alır. Məntiqə baxın. Qoy özü izah eləsin ki, niyə görə mənə də maraqlıdır. Bu zal otağı 3 pləkan aşağı düşür koridordan. Buyur əziz qardaş. Qonaq otağı adətən hündür olmalıdır. İnsan ən çox o istirahətini bu otaqda keçirir. Rahat istirahət eləsin, hündürlüyü, o alçaqlıq onu sıxmasın deyənə.
Ürəyin geniş olsun məsələsi. Yerə vurulan mənə çox maraqlı gəlir. Siz də bir dənə fikir verin dəyərli izləyicilər. Bu, yəni gördüyümüzlərdən deyil. Kermogranit deyil, təmiz mərmərdir. Bu mərmərdir. Bəli, kvadratı 240 evro almış o vaxt. Həm də kermogranit bildiyimiz kimi də tibbi cəhətdən radiasiya materialdır. İnsanda zob yaradır. Biz ona görə bunu bronxlara təsir edir də. Yəni ağciyərə, nəfəs almaya. Ona görə sırf mərmər istifadə olunur ki, rahat, relaks yaşaya biləsən. Ona can gedmişsiniz. Kadrı bir dənə görsəl operator. Gəldim bura, bu da qısa yeri gəlsə biraz bəzi evlərdə plasmas qoyurlar, pəncərə qırağında. Biraz imkanı bir tık yaxşı olanda ikili mərmər qoyurlar. Qardaş buna bura qoyub fıstıq ağacı. Bu fıstıq ağacı qiyməti neçədir? Kubu 3000. Kubu 3000. Bu nə qədər olur indi belə? Nəysə də, hə. Dəyərli izləyicilər, buna baxın. Euro stilli server. Server. İndi mən sizi mətbəxə aparım bu otaqdan. Keçək Onyx daşlardır, orijinal. Bəli? Gecə Onyx daşlardır. Bunlar. Bəli. Aha. Burada işıqlandırma, gecə sinema room yaradılır. İşıqlar sönülür və burada sinema room yaradılır. Abi sənin evin şəhərdə o bəhkirdən şeylərdən, yox, karaoke zal olur. Ondan da yəni mən belə başa düşdüm. Bax bu stol adam tanır sonra bu neçədir? O fıstıq ağacından. Fıstıq ağacı. Yəni normal bir şeylərdir. İndi mən sizi bir dənə mətbəxə dəvət edeyim. Bura mətbəxdir dəyərli izləyicilər. Mətbəx iki zonaya yığılır. Elektronikalar buradadır. Belə bir maraqlı Amerikan mətbəxi deyək də. Düzümü dedim, Amerikan mətbəxi. Və burada mətbəxdən də gəlirsən, əlavə bir otaqdır. Burada çamaşır, hə? Kombi və çamaşır. Kombi, çamaşır otağı açsın. Və burada bir dənə məntiq işlədib, dizaynerlərin evin sahibi idi. Mən məntiq nədir, o öz izah eləsin. Orada 2 dənə guest room var, yəni qonaq otağı. Əgər qonağınız olsa, oradan adden gəlib kuxnadan səhər yeməyini istifadə edib, yenə çöldən ayrı qapıdan gedib, sizi narahat eləmədən gedə bilir. Otel kimi. Bəli. Sən də orada dincəlirsən. Qəşəng. İndi yataq otaqlarına keçək, o yataq otaqlarına bir yaxından baxaq. Sizə sanitar qovşaq göstərəcəm, amma ondan qabaq istəyirəm ki, burada gördüyünüz rozetkalar bu evdə, bu zal otağında moda görə dəyişir. Nəyin moduna? Rejimə görə. Televiziya rejimi, nahar rejimi, kino zal rejimi, fərqli rejimlərdədir. Onun da öz izahı var. Çox dərinə girməyim, mənim üçün başım götürmür belə şeylər. Gəlin, mən sizə bir dənə sanitar qovşağı göstərdim. Dəyərli izləyicilərim, bu çaşka və bu qoz ağacı qiymətlidir, bilmirəm deyim də. Demişəm də, bunu deyim də, 4500 manat budur. Bunun qiymətidir. Üzr istəyirəm, bu unitaz 1600 manatdır və burada böyük bir yağışı xatırladan şey var, duş başlığı var, belə bir dəhşət bir şeydir də. Yəni, burada deyir, çiməndə başqa hisslərə düşürsən, sahibinin dediyinə görə. İndi keçək, növbəti. Burada da dolablardır, paltar üçün nəzərdə tutulmuş. Belə bir dolablar, belə bir burada maraqlı bir əl. Bu mənası nədir, qardaş? Çarşablı xanımdır, arxası. Çarşablı xanım, hicablı xanımdır. Yox, çarşablı. Çarşablı. Bəli. Aha, məna odur. Bəli, kölgə, axşam kölgə verir effekt. Evə kölgə verir. Aha. Bu qapılardan da Azərbaycanda yoxdur da deyirsən. Bir dənə iddia edir ki, bu qapılardan Azərbaycanda yoxdur. Gəldik, çatdıq başqa bir yataq otağına. Buna girək. Tamam. Dəyərli izləyicilər, deməli bu otaqda əminliklə deyə bilərəm sizə ki, bu otaqda olan divar üzlüyündən yoxdur. Azərbaycanda yoxdur. Yəni, iddia edir sahibi. Kavralitdir, otel konseptidir. Mən birinci elə bildim ki, bu bizim uşaq vaxtı gəlib nənəm gilə qalırdı. Mən həmən o döşəkdən yerə atırsan yatırdı. Yox, ondan deyil, bu Amerikanskidir də, yəni. Bunun bir dənə, belə olur, izahını verirsin. Qardaş, bu döşəklərin fərqi, izahını bir dənə verə bilərdi. Ortopedik döşəklərdir. Aha. Yəni yerdən olur, Amerikanski yataq gedir. Özəlliyi nədir? Heç, yəni ortopedikdir, yəni. Ortopedik, bildim. Amma yerlər antibakteriyal kavralitdir. Hansı ki, səhər duranda ayaq soyuğa dəyməsin. Aha. Ən çox infarktlar o soyuğa dəyməkdən olur və ona görə antibakteriyal kavralit qoyulub ki, sağlamlığa xeyirdir. Hər otağın da belə bir çıxışı var, dəyərli izləyicilər. Otel kimi qabağında oturmaq üçün yeri, ağaclar təbiətlə yan-yana deyək. Keçək digər otağa.
Bu da bir yataq otağı dərzəcə. Bu otağın özəlliyi var, qeyri-adiliyi. Bu da uşaq otağıdır. Uşaq otağıdır. Fərqliyi var burada bir qeyri-adiliyi. Yox. Yoxdur. Bu standart otaqdır, vitraj pəncərəsi, yataqları. Keçək növbəti otağa dəyərli izləyicilər. Yəni bu böyükcə valideyn yataq otağıdır. Mən istəyirəm ki, bu yataq otağı haqqında sahibi özü məlumat versin. Buyur. O da sanitar qovşağı xüsusi dizaynla yığılıbdır. Aha. Orada da yəni gördüyünüz kimi qoz ağacı və yonulmuş daş əl üzüyan çaşkası. Eyni ilə bu da antibakteriyal kavralit. Dəyərli dostlar, sizə bir yatağın qiymətini göstərdim. Deməli, bu gördüyünüz yataq 5390 evroya alıblar. Yəni, bildiyin yataqdır, otel yatağı kimi. Lüstrda məsəl üçün bahalı. Lüstrlarda çox bahalı alıblar və burada belə bir yatağı da özəlliyi odur ki, pərdəni əzmiyim. Hə. Deməli, yataqdan belə bir şəlaləyə baxırsan, kadra yaxınlaşırsın operator. Bəli, bu düz yataqdan birbaşa baxırsan şəlaləyə. Fikrim qalıb bu qamışda, dəyərli izləyicilər. Videonun sonunda mən sizə təqdimat sonunda söyləmək istəyirəm ki, bu bağ evinin qiyməti 460 min manata bax belə verir, komple. Götürmürsən keçən qardaş. Hər şey verir, atlayır samolyota getdi. Yəni, burada da bu niyyəti. Hər şey göstərdik, bacardığımdan göstərdim sizə. Sağ olsun, sahibi də kömək elədi. Məsələn, mən həyatda 1200 manata belə bir qamışın Avropada olduğunu bilmirdim. Bizdə bu qamışlar öz-özünə bitir. Cəmaat bezib. Bu bağ evini almaq üçün mənə zəng edin kifayətdir. Qolluğunuzdayam. Allah xeyir versin hər ikimizə. Sağ olun.